Dünən axşam saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb. Hadisə nəticəsində vəfat edən şəxslərdən 1978-ci il təvəllüdlü Vəsfiyyə Yasin qızı Məlikova Körgöz qəsəbə məktəbinin riyaziyyat müəllimi imiş. Belə ki, Vəsfiyyə Məlikova həyat yoldaşı Ramil Məlikovun idarə etdiyi Lada Priora markalı avtomobildə olarkən onların başına Lökbatan Puta yolunda üzbəüz hərəkətdə olan və Sultan Sultanının sürdüyü Hyundai markalı avtomobillə toqquşub. Həmin avtomobilin isə manatlıq taksi kimi fəaliyyət göstərdiyi məlum olub. Qəza zamanı Hyundai'da olan sərnişinlərdən Hacıalı Adiloğlu Rüstəmov da hadisə yerində ölüb. Bildirilir ki, onun qardaşı 31 yaşlı Ramil isə ötən ilin avqustunda vəfat edib. Qeyd edək ki, hadisə nəticəsində hər iki sürücü və digər sərnişinlər Hüseynov Tural Tofiqoğlu, Mirzəyev Adəm Azəroğlu və Məlikov Ramal Ramiloğlu və Qasımov Həsən Ceyhunoğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Faktla bağlı Qaradağ rayon polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır.